Axtargetin təəssüf xidməti haqqında istəyirəm sizə məlumat verim. Burada sizin balansınız var. Balansın yanında balansı artır hissəsi var. Burada yazılan kart hesabına nə qədər ödəniş eləsəniz, sizin də balansınız o qədər artacaq. Buradan çıxdıq, kateqoriyalara giririk. Bir çox fərqli kateqoriyalar var. Instagram, TikTok, YouTube, hətta pulsuz servislər də var. Burada Instagram, TikTok pulsuz bəyəni. Nəzərə alaq ki, balansda ən aşağısı 10 qəpik olmalıdır. Buradakı kateqorilərdən hamısını istifadə edə bilərsiniz. Mən sizə TikTok təəssüf xidmətini tutalım göstərim. Burada nəzərə alaq ki, nə qədər yüksək büdcə istifadə eləsək, o qədər daha çox qalıcı olacaq. Daha az emmə yaşanacaq da, belə deyək. Burada xarici təəssüfünü seçdik. Link hissəsinə profilin linkini yapışdırırıq. Miqdar hissəsinə nə qədər təəssüfünü artırmaq istəyiriksə, o rəqəmi oraya yazırıq. Burada sizə kalkulyator avtomatik qiymət çıxardır verir. Tutalım, yazdıq bura 1000, avtomatik 4,99 qəpik oldu. Tutalım ki, burada sizə göstərmək məqsədi ilə 10 təəssüfçi göndərmək istəyirəm. Yuxarıya link yazmaq məcburidir. Amma bura nəzərə alaq ki, saxta link yazdığımız vaxt balans yox yerdən gedəcək. Düzgün link yapışdırmaq məcburidir. Sifariş yaradıb bastıq. Sifariş yaradıldı. Avtomatik düşür sifarişlər bölməsinə. Başlamadığı təqdirdə sifarişiniz problem bildiri basa bilərsiniz. Yenə mənim WhatsApp-ıma sifariş ID-sini göndərəcəm. Mən onu sürətləndirməyə çalışacağım. Bu qədər sayda. Əgər ki, hər hansı bir çətinliyiniz olan zaman bizimlə WhatsApp-dan əlaqə saxlaya bilərsiniz.